Salam cənab prezidentimiz, möhtərəm prezidentimiz cənab İlham Əliyev, birinci xanım vitse-prezidentimiz Mehriban xanım Əliyeva, mən Kazımov Həsən Söhbətoğlu, Sumqayıt şəhər 15-ci məhəllə 5 nömrəli yataqxanada yaşayıram. Övladım bu şəraitdə yaşayır. Özüm ailəliyəm, 2 övladım var. Övladım Kazımov Yusif Həsənoğlu sağlam imkanlara məhdud uşaqdır. Pensiya alır, özü prezidentin təqaüdünü alır. Hal-hazırda yaşadığı evdə çatlar əmələ gəlib, sıvaq tökülür. Bunun da səbəbi bizim binanın böyründə tikinti işləri gedir. Metr yarım arası olar, bina ilə tikintinin arası. Sizlərdən çox xahiş edirəm, cənab prezidentimiz İlham Əliyev cənabları, Mehriban xanım Əliyeva. Hal-hazırda sıvaq tökülüb, evin sıvağı tökülüb. Yəni, ev bərbad haldadır. Evdə çatlar əmələ gəlib. Harada yaxınlaşırıq, maraqlanan yoxdur. Sizlərdən çox xahiş edirəm. Sizin tapşırığınız altında, yəni övladıma heç olmasa, yəni evlə təmin olunmasını sizlərdən çox xahiş edirəm. Yəni pis vəziyyətdə, çox çətin şəraitdə yaşayır övladım. Sizlərdən çox xahiş edirəm. Öz köməkli əlinizi uzadasınız. Allah rızası üçün. Öncədən sizə öz təşəkkürümü bildirirəm. Minnətdarım, təşəkkür edirəm.